his corner, Danny Giebenheim. Danny Giebenheim. Aferin Aramado. ...91 kilogram çəki dərəcəsində yarım finalın ikinci döyüşü başlanır. Avstriya idmançısını ekranlarınızda görürsünüz. Danny Giebenheim ağ geyimdə ringə çıxıb və onun rəqibi Azərbaycan döyüşçüsü Anar Məmmədov. Bəli, hər bir yarışdan əvvəl bax bu qayda məcburidir idmançılara yarışın ümumi qaydaları bir daha xatırladılır. Burada müəyyən bəli qadağan olunmuş zərbələr var. İdmançının boynuna, onurğa sütununa zərbə endirmək olmaz. Əksər hallarda isə idmançılar ayaqla başa, bədənə və rəqibin ayaqda da zərbə endirə bilərlər. Bəzən hətta belə bir sual yaranır. Rəqibin ayağına nəyə görə zərbə endirilir? Çünki bu zaman o elə bir ağrı hiss etmir. Tamamilə yanlış fikirdir. Rəqibin ayağına eyni nöqtəyə bir neçə zərbə endirmək mümkün olsa, bu tam qələbəyə gətirib çıxara bilər. Belə ki, bu zərbələr sayəsində rəqibin ayağını tamamilə keyitmək mümkündür. Və bu zaman artıq zərbələrə məruz qalan idmançı demək olar ki, ayaq üstə dayana bilmir və diz çökür, mübarizəni davam etdirmək iqtidarında olmur. Buna görə də ayağa endirilən zərbələrin dəqiqliyinə, yəni eyni nöqtəyə vurulmasına diqqət yetirmək lazımdır. Anar Məmmədov Azərbaycan idmançısı elə ilk saniyələrdən təşəbbüsə yerənməyə çalışır. Qeyd edim ki, o Qızıl Əlcək İdman klubunun yetirməsidir. 5 dəfə Azərbaycan çempionudur. Kickboks döyüş təlimində də Avropa çempionatında qızıl medala layiq görülüb. Məşqçisi Zaur Məmmədovdur. Respublikamızın əməkdar məşqçisidir və qeyd edim ki, Anar Məmmədov K1 döyüşlərində də artıq müəyyən nailiyyətlər qazanmağa başlayır. Özünü çox inamlı hiss edir və indi bu Avstriya idmançısı Danny Giebenheim özü də hiss edir ki, boyda rəqibindən üstün olsa da bu döyüşdə ümumi üstünlük qazanmağa qətiyyən kifayət deyil və ara sıra Anar Məmmədovun çox güclü və zərbələrinin təsirini də artıq duymağa başlayır və Anar Məmmədov yaxın məsafədə istər düzünə, istərsə də çəpəki zərbələrlə rəqibini dəfələrlə artıq çətin vəziyyətə salıb və yenə də yaxın döyüşdə rəqibinin hücumlarını çox uğurla qarşılayır və hələlik Anar Məmmədovun döyüş üslubu mən deyərdim ki, çox yaxşı təsir bağışlayır. Mübarizə davam edir, birinci raund sona yaxınlaşır. Anar Məmmədov artıq birinci raundda qələbə üçün yaxşı zəmin yarada bilib. Hakim görüşü dayandırır və indi hesab açılır. Anar Məmmədovun güclü zərbəsi rəqibinə sarsıdıcı təsir göstərir. Danny Giebenheim hətta ayaq üstündə dayana bilməyərək ringə yıxılır. Hakim 8 sayınca Danny Giebenheim bildirir ki, döyüşü davam etdirə bilər. Yenə də
görüş dayandırılır və bu dəfə də hakim hesabı açır. İkinci dəfədir ki, Danny Gibelheim knockdown zərbəsinə məruz qalır. Birinci raundun artıq sonudur və əlbəttə indi Anar Məmmədov bir qədər tələsir. Yəqin ki, üçüncü dəfə rəqibini sarsıtmağa çalışır, amma təəssüf ki, vaxt çatmadı. Əgər məqsədinə nail olsaydı, yəqin ki, elə birinci raundda vaxtından əvvəl qələbə qazanacaqdı. Bu görüşdə qalib gələn idmançı 91 kiloqram çəki dərəcəsində finalda Denis Libeau ilə qarşılaşacaq. Almanya idmançısı hələlik öz rəqibini gözləyir. Yəqin ki, indi referinin hərəkətlərindən də siz başa düşdünüz. Döyüş dayandırılır. Münsiflər heyəti də bildirirlər ki, Avstriya idmançısı mübarizədən imtina edir. Danny Gibelheim birinci raundun sonunda 2 dəfə knockdown zərbəsinə məruz qaldı və görünür, artıq özü də hiss etdi ki, ikinci raundda onun üçün çox çətin olacaq və özünü əlavə zərbələrə məruz qoymamaq üçün idmançı döyüşdən imtina edir. Əlbəttə, məşqçisi ilə məsləhətləşdikdən sonra Danny Gibelheim belə bir qərara gəlir və Anar Məmmədov qalib elan olunur. Azərbaycan idmançısı qələbə qazanaraq finala çıxır və o həlledici görüşdə Almanyalı Denis Libeau ilə qarşılaşacaq.